Deməli, indi yazırıq yeni web servis, yenə 2 dənə kampaniya bir-birinə əlaqələnirlər. Nə web servisinə, amma bu dəfə SOAP-la yox, Edge-ilə, REST-lə. REST ikinci web servisimizdir. SOAP-la REST-in fərqi nədir? SOAP necə işləyir? Bir də VSL fayl olurdu. VSL faylı nə olur Nigar? Nə olur Elbrus? Nərman? Nə oldu VSL faylı? VSL faylı nədir aslında? Hele biri yaradıldı, fayl olsun. Hele biri fayl olsun, de fayl olsun diye yaradıldı. Fayllar bölmesini geçiriyor. Ne olur? Cevap gözlüyorum. VSL faylısında bütün web servisler ne olurdu? Description'ları. Yani ki yazdırdı ki bəs hansı servislərim var, neler alırlar, neler qaytarırlar, qaytardıqlar içində alt tiplər var, sub tiplər, onlar nələr içində daxildir. Düzdür? List var, listin içində student var, studentin hərəsinin nömrəsi, ID'si neysə var. İndi keçirir REST-i və bu nə ilə alıb qaytarırdı? XML-lə. Bir dənə VSL fayl olur. VSL nə üçün idi? Qarşı tərəfə vermək. Qarşı tərəfə VSL-i verirdik. O VSL uyğun olaraq neydi? Bizim klientimiz yaradırdı. Həmin klientlə çağırırdı. Klientlə biz necə çağırırdıq? Java kodunu. Adi bir dənə metodu çağırırdı. Metodu çağıran nə olurdu? O bir dənə əslində XML yaradırdı. O XML-i göndərirdi. Cavabında bir XML alırdı və aldığı XML-i bir dənə Java tipə çevirib bizə geri qaytardı. Amma biz bunların heç birini görmürdük. Niyə görə? Çünki öz edik arxada. Background-da öz edik. Biz ancaq nə edirdik? Bildiyimiz sadə metodu çağırırıq, o metod arxada bunu edik. İndi edirik REST. REST-də VSL yoxdur. Yəni, bütün servislərin hamısını description görsədən bir dənə fayl mövcud deyil. Bəs burada necə verməlisiniz siz web servisi? Neysə, dokumentasiya. Bir dokumentasiya yaradarsınız ki, hansı servisləriniz var, hansı linklərlə yerləşir və müraciət etmək üçün nələr lazımdır. REST nə ilə işləyir? XML işləyir? Yes, XML-də işləyir. Yəni, siz XML nəsə götürüb nəsə ala bilərsiniz. Başqa nəyi dəstəkləyir? SOAP XML-dən başqa heç bir data formatını dəstəklənmir. XML-dən başqa da ortaq standart olunan data formatları var və bunlar çoxdur. JSON dəstəkli. JSON nədir? Yəni XML kimidir. Məsəl üçün studentin JSON-da belə 2 dənə şey var. Obyekt üçün birinci son düşün. Obyekt sistem ötəridə içindədir. Əgər massivdirsə onda kvadrat ötəridə içində. Okey? Və 2 dənə də data tip var. Əgər 2 dırnağın içində yazırsınızsa, o stringdir. Boş yazırsınızsa, o double və yaxud da integerdir. Başqa nə deyim? Və hər bir atributu da bir-birindən ayrılır vergüllə. Okey, indi gəlin studentin obyektin yaradır. İlk əvvəl student obyekt olduğuna görə gəlin mötərizə açıram. Və studentin nə var? Atribut, propertiləri, fieldləri, keyləri, nə deyirsinizsə ona və onun value'ları. Məsələn, nəyi var? ID-si. ID. Okey? Və onun bir qiyməti olmalıdır. 2 nöqtədən sonra onun qiyməti, CSS qiyməti. Olur 1. Vergül, ID-si 1'dir. ID-sin 1 olduğunu alır. İkinci, mesela name'i. Təzədən. Name. 2 nöqtə, string daxil. Ona görə olacaq 2 nöqtənin içində. Murad. 2 nöqtə. Vergül. Dırnaq şarası da 2 nöqtədir ki. Nə? Dırnaq şarası. 2 dırnaq. Name. Murad. Və obyektini bağlayıram. Bir dəfə 2 nöqtə olur, bir dəfə olmur. Bir dəfə olur. Niyə bir dəfə olur? Muraddan sonra olmadı. Muraddan sonra vergi, sonra surname.
ayrıldı da. Yəni var, IG var, name var. Hamısı vergüldən ayrıldı. Şeylər birinci gələndir. 2 nöqtədən sonra olan value'sudur. Value'su əgər double int tipindədirsə, number'dır, double yaxınsa. Nədir lan? Yoxdur. Buradasa var. Nə deyirlər? Nərman. Okey, bu JSON formatı. Yenə bundan başqa formatlar da var. Məsəl üçün nə var? GVC var. Bu HTTP bu format Bunu biz yazılır. harda istifadə Formatla edirik işləyir. JSON? Nə? JSON-u harda istifadə edirik? XML harda istifadə edirdi? Harda istifadə edirdi? Servisdə. Yox, servis deyildi. Servisdə istifadə edirdik, amma nə üçün istifadə edirdik? Alarda yaratmaq üçün. Hətta yəni ki Java C#-dan danışa bilmir. Çünki ayrı-ayrı dillər. Neyinidir? Java Servisdən datasını Java. XML-ə atırdı, o da XML-dən oxur. O datasını XML-ə atırdı, XML-ə oxur. Yəni ortaq bir dənə standart dil idi ki, o işarələyə bilirdi ki, nə nədir? Yəni neyin muraddır, onu işarələyə bilirdi. XML-də bunu eləyə bilirdik. Və bunu JSON-la da eləyə bilərik. JSON ikinci bir data tipidir. Okey? Yəni eyni qayda. XML harda istifadəsi həmin yeri təzədən JSON istifadə edir. Şeydə istifadə edici JSON. Hal-hazırda mobil tətbiqlərin hansı Android və iOS-dur yazırlar. Hamısının da əgər servisi varsa işləyən. Onlar JSON-la işləyirlər. Niyə görə? Niyə görə? Niyə görə? Sual. Çünki indi fikirləş. İndi gəlin, burada neyin murad verir, düzdür? Gəlin bunu XML-lə gözləməyə çalışın. Neyim? Murad. Neyim? Razısınız? Yine mən Muradın neyim olduğunu göstərmək üçün nə qədər simvol istifadə elədim. Yəni hardasa bundan eynidir. Çünki bu dırnağa uyğun gələn var, neyim var, bunun uyğun gələn yenəsə var. 2 dırnaq var, o heç yoxdur bunda. Murad yenə olduğu kimi var. Amma bir dənə neyim istifadə edim. Burada bir dənə neyim, burada 2 dənə neyim istifadə edim. Muradını göstərmək üçün. Başladım və bitirdim. Burası bitirmə vergülləndir. Yəni bir dəfə name yazmağım kifayət edir ki, bu Murad name'dir. Yəni ki, bir dənə nə qədərdirsə bu atributun adı, XML-də ondan 2 qat daha düşürəm, uduzuram. Yəni bu nə demək? Əgər iri bir data göndərirəmsə, deyək kursun məlumatları, kursun 2000 tələbəsi varsa, hər tələbə üçün mən name nə qədərdir? 4 simvoldur, 2004-də vuranda 2004-də vuranda 8000. 8000 simvol əlavə göndərməliyəm, JSON-dan fərqli olaraq. 8000 simvolda nədir? Bir yer tutur, bir byte-dır, hər hansı bir. Və bunu mən web servis də iki ayrı sistemdir. Orada göndərəmsə nə olur? Trafik artır. Bu nə deməkdir? Siz megabaytla girirsinizsə, sizin megabaytınız gedir deməkdir. O deməkdir ki, sizin internetin sürəti zəifdirsə, o gec göstərəcək deməkdir. Yəni ki, performansı aşağı düşəcək. Ona görə mobillərdə daha çox istifadə edilir. Nə? JSON. Niyə görə? Daha əlverişli. XML istifadə edə bilmərsinizmi? Bilərsiniz. Amma JSON hal-hazırda daha populyardır. Məsələn, Facebook'un, YouTube'un API-ləri var. İstifadə etmək. Görmüşsünüz deyil. Məsələn, Instagramla bağlı sən bilərsən yapıyorsun. Application-lar var, əlavə. Məsələn üçün, səhv həmçin Messenger var Instagram. Halbuki Instagram onu yazmamışdı. Kim yazmışdı? Kimsə, başqa bir adam. Amma Instagramda işləyir. Instagram dostlarımı görürdü. Onlar da yazabilirdi. Düzdür? O necə edirdi? Instagramın rəsmi proqramlardır. Rəsmi də var. Bilirəm, rəsmi olmayan da var da. Rəsmi olmayanda necə olurdu ki, Instagramdan proqram yazabilirlər? Necə olur? Onların servisləri və mobildir. Onlar nə sərf edir? JSON. Düzdür? Okey. Və JSON içində ən yaxşı REST. Niyə görə? SOAP onsuz da JSON dəstəkləmir. Nasıl? Elbət danışdırın. Heç bilmirsə bayılışdır. Bayılışdır. Onu da eləyək. Yaxşı. Bu var idi, SOAP niyə keçdi? Çünki şirkət daxilində əgər
mobil üçün, zat üçün yazmırsa, onda swap sizə daha çox sərf edir. Niyə görə? Swap biraz daha swap ümumiyyətlə ən birinci yandan servisdir. JSON yox, REST 2006-cı ildə kiminsə universitetdəki elmi iş nəticəsində yaranan bir şeydir. Daha yeni olub, daha yeni trenddir. Bir üstəki sahələr var da. Əgər mobil üçün yazırsınızsa, nə bilim, planşet üçün yazırsınızsa servisi, onda eləyərsiniz REST-lə. Əgər şirkət daxilində 2 dənə şirkət var, hansı ki məlumatlar gizlidir, heç kim görməməlidir. Onda security daha vacibdir. Nəinki ev yox. 2 megabaytlıq bir şey 6 megabayt getsin, mən razıyam. Amma ki security güclü olsun, onu istifadə edirsiniz nə? JSON. Swap. Swap'ın həmçinin nəyi rahatdır? Klienti. JSON-sa klienti yoxdur. Klientini özümüz yazacağıq. Sıfırdan hamısı. Gəlirik mütləq servisin web servisin server tərəfində də olmalıdır, webdə. Gəlirəm, bir dənə web application yaradıram. Bunu götürməyərdim gərək. Nə idi adı? Necə qoydum? Java. Ya Java yazdım, həmişə yazıram. Orient REST Service. Tomcat olsun. Olsun, hepsini seçmirəm. Gəlir burada bir dənə web səhifə yaradır, HTML. Mən buna ehtiyacım varmı? Yoxdur. Çünki bu web application deyil. Bu web servisdir. Ona görə gəlirəm bunu silməyə cəhd göstərirəm və cəhdim uğurlu alınır. O fayl oradan silinir. Neyiniz uşaq? Nə olsun bilərsiz qaldı? Nə olsun? Deyərəm mən sırf. Çay qoymayam. Gidelim sonra. Ölümü görüyorum. Azerbaycan iyi gözler. Bir 200 numara. Aynen. Güzel. Ayakçına bakma. El almadı sen. Bir anda falan. Ben şahsen bu telefon tutuyorum. Çekil. Tá com o que lá no jogo? Certo. Não, deixa eu... Ele vai lugar assim. Ele vai lugar assim. Ben personagem leva. Bilmem ne mesela. Bilmem ne geçiyor. Öyle bir bana sorsun ne oldu? Öyle.
1 saat geçti. Sen bilirdin. Bilirdim ben ne koyursam. Eleman. Tuttum da öyle. Öten koydum. Böyle iki öyle şey. Ben de bu yaklaşık alalım. Kalmıyor. Kalmıyor. Aslan 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 işte yapar. başlanıyor. İşte niye de ne güzel şimdi başlanıyor. Onu da partiyor. Biz istiyoruz. Sen başlasana. Eleman. Ben istiyorum. Artık bana da söyle. Ay kapıda da. Ben bir şey biraz da. Yok. İyi. Ben de bunu söyleriz bak. Elinden de ben hazırlasın. Ben diye bir şey yoktu nasıl söyleyeyim. Kahvesin gibi. Sen de böyle kaslı kaslı yapıyorsun. Oradan da. Nişanda olan. Birkaç iş var. Gerekir. Daha kısa. Bir böyle. Bana baş var. Benim anladım. Ne oldu? Cevap var. Oradan ben de güzel işaret veriyorum. Çok daha az var. Jane bir de bizi zaten ben sana
Darktır. O niyə zəngin? Götürür bəlkə var. Hə, icazə verim sözcükdən. Hə, niyə? Bizi gəlsin məsələn. Ay, məzarlığa qoyum. Devam edelim. Nigar. Ay, hə, gələk Nigar. Onsuz videoda baxarlar. Gəlirik bura. Yenə hara gəlirik? Web servislərə. Ano, web servislər. Swap'ın açırdıq web servis. Restin isə RESTful web servis açırıq. Burada var pattern. Database və entity class var. Entity classlar nədir? GP'lər. Bizim keçdiyimiz. Database nədir? Birbaşa table. Yəni birbaşa table verirsən, ondan yaradır. Birbaşa entity class verirsən, ondan yaradır. Bir də var pattern. Bu sənin özünün yazdığın bir dənə şablon üzrə gedir. Biz hələ ki patternlə gedəcək. Edək. Ya da gitsin bundan əvvəl şey düzəldək. Keçən dəfəki student söhbət. Onu düzəldək. Uşaqlar gəndə servis düzəldək. Being. Bunun içində yaradır o bir dənə. O birisi şeydə
dərsin bunu keçənki dərsin xarakterini alırsa göndərərsən. Ha. Çünki mən bunu almışım gəldim. Bir bu yaxınlarda ondan istifadə eləmişim. Neydi? Dedilən ki, keçən dərs elədiyimiz. Hard istifadə edib. Bilmirəm, nəsə eləmişdi, orada istifadə edirəm. Adını almışam, işləyirəm. Bu da kadar. Ha, bir dənə də nə edirik? Amount düzəldir yəni. Niyə dərs keçmirik? Gəldim danışdığını bayaqdan, sayılmır. Nə? Deyirəm. Biraz danışdınız, tamam be. Amma o biraz Sayılmır. 1 saatlığa bərabər. Nə deyirəm? Bu indi də adi həmişə elədiyimiz şey. Private, get set. Burada qeyri-adi şeydir. Bu cringe sesdir. Yox, sevir. Hara getdi bizimkiler? Bizdən biri başlarını su almaq istəyir. Biri gedəndə hamısı gedir. Hə? Allah'ın gəldi ki, birine pul versinler. Tamam, cinsi için damsın. Buradan salam gönder onlara. Sözüm düştü. Nasıl da baxmırlar. Nə istəndi? Aa, şey, amount olmadı orada. Dedik, amount niye yoktu? Ha, burada niye amount yoktu? Şimdi var. Deməli, birinci sən Nigar. Hazır sıfırındır. Bu dəfə sənin borcun olsun Nigar. Minus 720. Sən kursa gələndən pul ödəmirsən Nigar. Bütün kursu borcusun. Bu niyə error verir? Yaxşı sual. Ha, bu da bir dənə var. Nə oldu uşaqlar? Niyə getmişdiniz onda? Ha, su. Azışdı. Hazmın baksa bak. Bu da Sen ne bakarsanız arkamızda danışın. Ha, Gerek Sen- bakmasın. Sen danışarsın. bu dəfə baxacaqsan, hə? Bu dəfə baxacaqsan. Bu dəfə baxacaqsan. Mən baxıb nə danışıblar haqqında maraqlı. Onda biz gərək hər dərs sizin haqqınızda danışaq ki. Ben de bakarım. Bizden de sana yatsın diye bakarım. O dönüyor, olmuyor. Yo, double. Double. De ki, Nigar 50 qəpik ödəyib, ona görə 719 manat 50 qəpik borcu qaldı. Double. De, double olduğunu göstərdi. Hə, deyə yazanda double. Yaxşı, belə deyə bilərik. Yox, eləyə bilmərik. Yaxşıdır. Sonra nə edirdik? Bəli ki, 720'nin dalında nəsə nöqtə. Nöqtə var, hə. Belə də olardı. Belə də yazsaydım olardı. Nöqtə 0.
Belə də olar. Okay. Belə qalsın, D qalsın. Demara. Yaxşı. Sonra əlavə edək məsələni. Olmuyorsun. Yaxşı. 10.000. Tamamıyla oldu. Olsun. Nərman əlavə edək. Nərman. 57. Vurgulayacağım. Yer. Bu da 120. Ya da 0 olsun, bir dəqiqə 0. Sən nə borcun var, nə də pulun var. Yəni hər şey vaxtında, qaydasında ödən. Yox, pulun yox. Yoktu. Ya pulun var, Çalsın. bu kursdakı məbləğində, kursun bazasında. Çalsın. Bəlkə də pulun var, amma yəni borc saxlamırsan da, hər ay gəlirsən, vaxtında ödəyirsən Elə pulu. desələr bütünləşmən bir vaxt var. Mənfi 720 nə doğacaq? Borcu var. Borcu var, hə. Elə bil kursu aylıqlarını ödəməyib. Deməli, Necə, səndən gözləyirəm. amma Ağzına gəlmə. Heç deyil. amount nəyə bərabərdir? Deməli, öz amountı, düzdür? Get amount plus gələn amount. Okay. Bir dənə də nə qaytaraq? Studenti qaytaran düzəldək. Public void yox, oldu. Student get student yox, find student deyək. Find student ID. Burada neyləsin? Return eləsin. Studentsin. Get student ID'si. Find yox, find student. Bəlkə başqa şeyin find olabilir. Find student. Siyah, 2 dənə bəsdir. Bunların servisini yardım. İndi gəlirik, bu bir dənə paketim var. Bu normal bildiyimiz birinci ayda keçdiyimiz normal Java paketi. Heç bir fərqi yox. Gəlin bura. Seçirəm. Web services. Criterion. Burada deməli var 3 dənə. Ümumiyyətlə web servis nədir? Adi web servis. Sual. REST isə RESTful web servisi gəlir. Yəni qabağında RESTful sözü gəlir. Əgər gəlmirsə bilin ki, orada nəzərdə tutduğu şey sualdır. Bu da 3 şeydən açıla bilər. Birincisi empty class-da. Empty class nə idi? Nədir bura? Dərslərə baxırsan, bu yaxınlarda keçdiyimiz bir şey. Gözə kantdan qoyur. Murad nə baxırsan? Hep gillər. Muradlara bax. Bunu axtarma. Kursun interneti yoxdur.
Aha Murat. Eşidirəm Murat. JPA geçmişdi ya o. İçində entity yazırdı. Oradaki klaslar necə adlanırdı? Entity'lər nələr idi? Bazadakı hər bir table uyğun gələn bir dənə class yoxdur. Biz onun persist edəndə avtomatik insert gedirdi. Merge edəndə update gedirdi. Remove edəndə delete gedirdi. Yəni ki biz orada select yazırdıq. Yox, select yazmırdıq. Avtomatik o idi. O hardan bilirdi? Həmin klassın strukturuna uyğun bazadakı table olur. Yəni ki bu klassın strukturuna uyğun bir table orada var. Onun ki bu klassın nə eləsi yox, bazada o table'da eyni şeylər gedir. Bu həmin JPA-dən, yəni o persistent API-in köməyi ilə yaratdığımız entity klasslardan yaradırıq. Okay? Database-dən yarada bilərik. Connection seçirsiniz, hansı ki burada servis hissəsində düzəltmisiniz. Birbaşa table'lar seçirsiniz. Həmin table'ların sizin üçün şeyini atır. Servislər. Bir dənə də ki, əgər özünün şablonu varsa, həmin şablonunu düzəldə bilərsiniz. Ona görə pattern seçirik. Və gəlirik bura. Simple root resource. Adını qoyuruq. Deməli, adını qoyaq nə? Bu projektin adıdır. Bunu dəyişmirəm. Package olsun bu. Pass. Yəni proyektdən sonra slash nə yazandan sonra bir save işləsin. Yazıram student service. Okay? Yəni o bütün kursun birinci servisi var. Tələb müəllimlər haqqında servisi var. Yəni kurs gedən halda kurslar haqqında servisi var. Bu sırf tələbələr üçün çölə verdiyi web servisi. Okay? Adı da olsun student resource. Bu klassın adıdır. Bu pass. Bu həmin adda bir klass yaradacaq. Yuxarısı proyektin run edəndə slashdan sonra gələcək ki, bəs hansı pass'ın oraya girsin. Bu heç XML qaytarsın, JSON qaytarsın, bildiyimiz text qaytarsın, text point və yaxud da HTML də qaytara bilər. Olsun ki, HTML qaytar. HTML özü də bir data strukturdur. Hansı ki, nədir? Web browser o HTML-i oxuyub səhifəyə çevirə bilir. Necə də çevirə bilir? Çünki hər şey tag olub, işarələrin. XML. Bir ki olsun JSON. Bir ki olsun JSON. Və bizim üçün bir dənə sample sinif düzəldir. Nə edir bunu servis eləmək? Heç nə. Bunu niyə bırak? Burada olmalıydı. Daha düzəldi. Okay. Deməli, bir də üstünə annotation yazır pass. Yəni ki, mən sonradan da document dil yaradan vaxt pass'i dəyişim. Sonradan lazım olsa, bura nə yazsam, o servisindən girəcək nəyə? Student servisinin içinə. Bir də kontekst var. Bu URI-dən nəsə, yəni link haqqında nəsə almaq istəyirsə, onu buradan götürə bilərsiniz. Hər ki, bizə lazımdır. Sildim. Bir də konstruktor və sadə, yəni servis çağırılmadan əvvəl nələrini eləməyini istəyirsə yazırıq ora. Yəni ki, obyektini yaradırdıq və 2 dənə simple-da nə var? Servis düzəldir. Servislərdə, yəni swapda olduğu kimi nədir? Metod. Yəni servis dediğim şey bir metod. Metodu çağırılır, sən nəsə qaytar. Nəsə alır, nəsə qaytar. Üstündə get yazır. Get yazan, deməli üstündə nə yazırıq? Bu servis hansı metodla çağırılır? Servisin hansı pass'ə gələndə çağırılır? Servis geriyə nə qaytarır? Servis özü nə qəbul edir? 4 dənə şey. Okay? Heç nə qəbul eləmirsə, onu da yazmaq. İndi bu nə edir? Deməli get metodu HTTP get, post, put, delete, trace, head. Bu get metodu ilə gələndə işləyir. Servetdə bunu necə yazırdıq? Do get'in içində gələndə işləyir. Servisdə də işarəsi, yəni bir resul resursu. Yox, onlar istifadə edir. Onlar demək olar ki, 90% lazım. Maksimum, ən maksimum halı delete lazım ola bilər.
Burada da elə Yes. bir də getmən. Put qoyub, amma ki Həmin eyni funksiyanı görür. yo onsuz sən şeylə də, nə buna? Bir də getlə də hamısını eləyə bilərsən. Getlə də bütün hamısı gəlir. Amma deyək ki, səndə emailini lazımsa put, yəni putla işləyir qarşıdakı. Bura put yazar. O başqa mənası var. Yenə gizlin gəlir. Hə, yəni ancaq getdi ki, linkdə birbaşa göstərir məlumatları. Birdən getdi elədi. Qalan hamısı da gizlin. Amma ki, məsəl üçün putu browserdən göndərə bilmirsən. Yəni forumdan put göndərə bilmirsən. Put göndərməsi xüsusi proqramlar var. Yaxud nəsə. Hə. Ona görə getlə post əsas lazım var. Çünki hər ikisini eyni webə dəstək verir. Ya da webdən göndərə bilərsən, amma ki forumdan göndərə bilməzsən. Forumdan məsələn metodda. İndi gəlin yazaq deməli bura get. Adı olsun. Deməli bizə hansı idi? Gəl bunu silək. Ben yaradaq. Student Data Manager. Data Manager, new student Data Manager. Okay. Ki hansı gibi studentlə nəsə bir iş görə bilər. İndi bir yalnızca bizdə metod. İlk əvvəl normal bir metod yaradıram. Bütün annotationları hamısını yaddan çıxardıram. Deyirəm ki, publicdir. Student geri qaytarır. Adı find studentdir. Int bir dənə parametre alır. Student ID və neyini? Data Manager'dan student tipində kimdirsə onu geri qaytarır. Get necə? Yox, find student. Elə fikirləşəm ki, bu da onsuz bazdan gəlir. Import deyil. Hə, return eləməmişim. Return. Yəni, bura kimi sadədir, düzdür. İndi bunu çevirdim nəyə? REST servisinə. İlk əvvəl yazıram get. Yəni, getlə gəldi onu işləsin. Sonra yazıram. Bəs bu geriyə nə qaytaracaq? Student qaytarır. Student amma browser Java klassını bilmir. Java klassını da Java'nın içindədir. Browser nə bilir ancaq? HTML bilir, text bilir. Ona görə o nə qaytaracaq? Deyirəm ki, produce media type nöqtə application JSON görəniz varsa deyin. Application JSON. Geriyə bunu qaytarır. Bir dənə də ki, student servisin içindədir. Ondan sonra slash'dan sonra nəsə yazanda bu servis gəlsin. Yes. Ona görə bir dənə də üstünə pass yazıram. Siz buraya yazın. Ya da buraya yazın. Evet. Bunların ardıcılığının fərqi yox. Deyirəm ki, bəs studentdən sonra find student yazsın. Ondan sonra da yazsın ID. Bu get deyil ha. Bu birbaşa pass'in özündə olan, okey? Və deyirəm ki, mötərizələr içində ID. Birinci ID nədir? Prosto elə bir ID söz yazılır. Yəni, student, pass'də find student, sonra ID yazacaq. İkinci ID isə parametrdir. Artıq onun yazacağı parametrdir. Studentin ID-sidir. Ona görə onun nə üçün aldım Nigar? Sistem mötərizələrin içində. Və indi deməliyəm ki, bu ID budur. Ona görə gəlirəm, qabağına yazıram add pass param olmalıdır. Burada deyirəm ki, ID. Yəni, ID student ID-dir. Artıq buradakı ID-ni bunu atacaq və buna uyğun olan studenti tapıb geri qaytaracaq. Bu qədər. Və bunu test eləmək üçün nə edirəm Nigar? Gəlirəm. Bura açıram. Find student. Görürsünüz burada RESTful web servisi içində bir dənə find student yaradır. Burada test resource URI var. Test eləyəndə mənə URI verir ki, bəs onu test eləyə bilim.
İndi hal-hazırda işləmir. Niyə görə? Çünki burada ID var. ID-ni avtomatik sistem özü verə bilmir. Neçənci ID var. Ona görə bunu kopyalayıram. Gəlib götürürəm bunu. Bizdə neçə dənə var idi? 0 var idi, 1 var idi. 0 nömrəli tələbə qaytarsın. Enter. Qaytarmadı. Niyə görə? Çünki application deploy eləməmiş. Deploy. Doğrusu oradan hemen. Ben saklanıyorum. Onu da bilmiyorum. Ama oradan eləyəndə adı start oldu. Deploy değil. Oradan start edəndən sonra əlinlə girməlisən adını panelə, oradan deploy edəməlisən. Aha. Deməli 0 nömrə yazdım. Okey. Qaytardı nə? Amount -720, name Nigar, surname İbadova. Necə ki burada yazmışdıq, eyni format. Deməli bu nədir? JSON formatdır, okey? Gəlib burada yazsam, bəs 1 nömrəli tələbə, onda 1 nömrəni qaytarır. Gəlib yazsam 2 nömrəli tələbə, onda 2 nömrəli tələbəni qaytarır. Acil dərindən yazsam görəcəm. Necə? Acil də verə bilərəm. Necə verə bilər? Yox. Əlinə yaza bilərsən, də? Yəni burada ID neçə yazsın, həmin nömrəli ID məlumatını JSON formatını sənə geri qaytarır. İkinci sıfırdır, parametr. Hansı? İkinci ayrı vermişdi, möhtərizənin içində. İkinci ID budur, 2-dir. Bax, birinci ID-dir. İkincisi, hə, 2-ni ID olaraq götürsün deməli. Hə, yəni studentin ikisidir. Aha. Deməli, okey. Servisimiz var. Əla. Çox gözəl. Və bunu indi payladıq internetə. Hamı bu servisi görür. İndi kimsə gəlib bunun üçün klient yazmalıdır, düzdürmü? Bu da nədir? Ayrı bir proyekt. Olsun bizim proyektimiz nə? Bu dəfə olsun desktop. Orient Client. Aha. Deməli, biz bilirik ki, browserdən bu linki çağıranda nə baş verir? Studenti geri qaytarır da. Amma ki, biz indi bunu browserdən çağırmırıq. Biz hardayıq? Java kodun içində. Deməli, bunu kim çağırmalıdır? Java. Yes. Java-dan hər hansı bir URL çağırmağa keçmişik? Yox. Normal, çünki onu hazır bir şeydir. Gedib internetdən baxırıq ki, bəs Java-da URL necə çağırılır? Çünki Java, bu hansı idi? Get idi də. Java get request. Birinci dilə çıxan linkdən girib baxıram, görürəm ki, kimsə yazıb burada. Hə. Burada get üçün metod var. Bu metodu götürürəm və istifadə etməyə. İçi mənim maraqlıdır, çünki nə edir? Bildiğimiz get request'i göndərir. Və cavabda string kimi geri qaytarır. String. Burada olsun, deməli string URL. Bura göndərməsin, Google-a yox. Çünki bizim verəcəyimiz ünvana göndərsin. Importlar istəyəcək. Importlar. Hə, user agent ehtiyac yoxdur. Bir anda bunu return edək. Deməli, əslində baxsaq burada nədir? Bir dənə URL var. Bu hansı ki, verilən URL-dən bir dənə URL sinfi nəsə yaradır. Onu HTTP connection-a atır və open connection.
həmin URL-də bir connection açır. Və nə edir? O connectionu necə göndərəcək? Set request metodu get edir. Get-lə göndərsin və response kodunu alır. Response kodlar ola bilər nə? 100, 200, 300, 400, 500. 500 nədir? Serverdə xəta. 400 nədir? Klientdə xəta. 300 nədir? Yönləndirmə. 200 nədir? Success. 100 nədir? Proses davam edir serverdə. Bunları yığışdıraq. Sistem adları yazması. Və hər bir requestdən də biz soketləri keçmişdik. Nə olurdu? Input və output stream. Input stream nədir? Bizim onu göndərmək istədiyimizi output streamə yazarıq. Çünki output stream yazmalıyıq. Ondan gələnsə input streamini oxuyarıq. İndi hal-hazırda biz onu heç nə göndərmirik. Ancaq nə edirik? Request'i get-lə göndərəndən sonra response kodu alırıq və baxırıq ki, response kodu ümumiyyətlə baxmırıq. Response kod hanı? Niyə baxmır burada response kodu? Burada əslində belə olmalıdır. If əgər response kod bərabərdirsə 200-ə, yəni HTTP uğurlu request göndəribsə, onda nə etsin? Onda başlasın göndərilən request'i içini oxumağa. Response bunu yuxarıda yaradaq, çünki skopu öldü. Okay. Yəni əgər request göndərdi, response kodu aldı, 200-dürsə nə edir? Connection'ın input streamindən oxuyur ki, cavab nə gəlib, hansı ki JSON-u yazır bir dənə stringə line, null deyilsə axırıncı line-a çatmıyor və ən axırda onu bizə geri qaytarır. Okay, bu metoddur, metodu bağlayıram, yadınızdan çıxardım. Sadəcə bizdə send get metodu var, bu nə edir? Get metodu request göndərir. İndi gəlirəm, deyirəm ki, bəs send get bu URL. Qoymur niyə görə? Çünki bu statik deyil. Statik bir dənə metodun içində statik olmayan bir şey istifadə edirlər. Yenə niyə qoymur? Niyə? Çünki bu metod throws exception edir. Buradasa deyil. Yəni ki, bizə xəbərdarlıq edir ki, bu exception verə bilər. Gəlirəm, throws verirəm və run eləyəsən nəticəsini görə bilməyəcək. Niyə görə? Çünki bu string qaytarır və mən string heç yeri yazmıram. Ona görə sistem adının içində yazıram ki, qaytardığım nəticəni yazsın, bizə baxaq. Edirəm run. Nərman Əliyev 0. Gəlirəm burada dəyişirəm 1. Aha. 0. Bayaq metod yazısı internetdən götürsün də o işləmədi burada. Ancaq bir işlədir də, send get edir. Yəni necə ki, browser göndərmədi request'i. Onun üçün bizə göndərən metod oldu, send get. Browser kimi... Hə? Klient yazır orada, cavabı necəsə almalıyıq. Bunun başqa yoldan da olar da. Necə? Min dənə şey keçmişik studentdən tələbəni çıxartmaqda. Yox, bu prosta başqa ünvandadır, bizim kompüterimizdə deyil. Bu bir dənə linkdir. Proyektin source'u, kodu heç nəyi bizdə yox. Bir dənə link var, browserdən çağırıb, belə nəticə ala bilir, digər. Başqa heç nə yoxdur. Java'da heç bir şey yoxdur. Linki çağıranda bir dənə bu qayıdır. Biz də browser kimi ilk əvvəl bu linki çağırıb bunu almalıyıq. Aha. Hələ, yəni, indi isə bunu, yəni bu birisi proyekti yaddan çıxart, onu biz yazmamışıq fikirlər. Sadəcə əlimizdə bir link var, ona request göndərib cavabı almalıyıq. Request göndərib cavabı alıb, əla. Amount, name, surname. Amma bunlar hələ ki bu nədir? String. Stringin içindədir. Bizə bunlar data kimi lazımdır. Yəni orada amount'un neçə olduğunu mən bilmirəm. Sadəcə stringin içində olduğunu bilirəm. Hələ ki request göndərməyi bacardım. Birinci mərhələm getdi. Yəni ki browser kimi Java kodunun içindən ona request göndərib nəticələr ala bilirəm. İndi qaldı onu oradan çıxartmaq. İndi onu oradan çıxartmaq üçün biz nə etməliyik? Parse. Yəni ki bunu bir-bir bölməliyik. Amount'u ver, verməli. Name'i ver, surname'i ver, çıxardıb verməli. Onun üçün Java'da standart bir şey yoxdur.
requestion var idi, sadəcə kodu yox idi, kodun yazıb. Onun üçün əlavə kitabxana yükləməyə lazımdır. Gəlirik bura. Burada simple JSON var. Kitabxana. Simple JSON var, bunu yükləyirəm. 17 kilobaytdır. Və gəlirəm kitabxanama add edirəm. Əgər tapa bilsin. Biraz simple olmalı. Tapa bilmədim. Ha. Bunu necə götürüm? Ha, belə olur. Yox, oldu. Gəl bunu ataq desktopa. Oradan götürək. Okay. İndi simple JSON-da nə var? JSON parser olmalıdır. Təzə deyəcək. Biz öz hekayətimizi götürürük. Simple JSON parserin içində olan və parser new JSON parser. Və JSON parser edirik ki, JSON-u parser edək. Və bunu da verək nəyə? Bir dənə string JSON. String. Request-in nəticəsini çünki biz string qaytarırıq, düzdür? Onu verək buna. Və bu parserin parse metodu var. String alır. JSON stringi ötürdüyü kimi əla parser edir. Bəs bizə nə qaytarır? Baxıram. Object. Yəni ümumi bir tip qaytarır. O, bunu da özündə gələn JSON parserin. JSON Object. Aha. Aşağıdaydı. JSON object qaytarır və bunu bilirəm, obyektdir, ona görə parse eləməliyəm. JSON object-dir. Və gəlirəm ki, artıq JSON obyektim də var, hamısını oradan çıxarda bilərəm. Deyirəm JSON object nöqtə get var, key'in verirəm. Key nədir? Amount. Amount yazsın. Bir kere kopyalayayım. Sonra ne var? Name var. Sonra ne var? Sonra name var. Все. Name'i çıxaracaq. Amount çıxaracaq. Name çıxaracaq. Sonra name. Bir-bir çıxaracaq gəlsin içindən. Все. Mən də bunları mənimsizdə bilərəm. Dəyişən obyektə ata bilərəm. Baza yaza bilərəm. Nəysənsə eləyə bilərəm. Və mən bunları hamısını nə elədim? Sadəcə bir linki bilməklə. Okey? Siz şeydir, sıfır şey ediyorlar. Nə? Əvvəlcə nə edirsən, sonra söyləyir, sonra da. O da olur. Gəlib buraya yazsam. Və yaxud da bunu nə edərəm? Ben dəyişən atarım. Burada ben dəyişən edərəm. String, yox. Int id bərabərdir 1 məsəl üçün. Bunu konkatla birləşdirərəm.
plus ID, aha. O hansı ID-dirsə onu gətirir. Yazaram məsəl üçün 0. 0 nömrəli ID-ni gətirir. Yazaram 1. 1 nömrəli ID-ni gətirir. Və bunlar hamısı necə baş verir? Mən dəfə request eləyəndə bu linki düzəldir, gedir web kimi müraciət edir ora. Ola bilsin ki, bu Amerikadadır, ola bilsin ki, nə bilim, Avropada, ola bilsin ki, Afrikadadır. Gedir ora müraciət edir, oradan cavabı alır və təzədən gətirir, mənim üçün parse edib bir-bir göstərir. Okay? Bu da klientimiz. Bu qədər. Lan bomş kimi. Niyə? Pulun yoxdur, yoxsa yatmağa yerin yoxdur. 5 gün eləyim, mən sevinsin.